Sualı bir daha oxuyuram. Ədədlərdən ibarət siyahının ən uzun artma alt ardıcıllığını çap edən proqramı Python dilində yazın. İlk öncə siyahını özü verib, yəni mən də siyahını özüm verəcəm. A bərabərdir. Bunlar hamısı artandır. Bir dənə də verirəm 1, 3, 5, 7. Nəticə olaraq nəsə artmalıdır Aysu? 2, 4, 6, 8, 10. Düzdür? 2, 4, 6, 8, 10. İndi mən o prinsiplə yanaşacağım ki, bir-bir bunun daxilində gəzəcəm. Sual verəcəm ki, bundan sonraki gəlmiş ədəd həmin bu ədəddən böyükdürsə, onları bir dənə R sətrinə yapışdır bir-birinə. Yəni R sətrinə yapışdırsın. Sonda da hamısını əlavə eləyəcəm bir dənə siyahıya, B siyahısına. Sonda da ən uzun alt kəsməni götürəcəm. Aydındır, olmaz. Və mən başdan bunun ilk siyahının ilk elementinin STR formasını verəcəm R-ə. Niyə verəcəm? Çünki indi mən foru quranda, indi baxın bir dənə. Len A-1 yazıram. Niyə -1 yazıram? Çünki demişik ki, if əgər mən belə bir sual versəm ki, AI kiçikdirsə AI plus 1-dən, yəni bu mötərizənin daxili neçə vahid artırsa, o qədər vahid çıxırdıq. Ümid edirəm hamının yadındadır. Bu şərt ödədiyi halda mən R-in üzərinə nəyə gələcəkdim? R bərabərdir R plus. Üzərinə gələcəkdim STR formasının A-nın I plus 1-ci elementini. Baxın, 2-ni gəldi götürdü. Soruşur ki, 2 kiçikdirmi I plus 1-dən, yəni 4-dən? Bəli, şərt ödəyir. R-in üzərinə gələcək həmin bu 4-ü. Və nəticə olaraq da 2, 4-ü götürmüş olacaq. Ona görə başdan bu 2-ni verirəm mən bura. Aydın oldu? Gələn dəfə də soruşacaq ki, bu 4. Gələn dəfə soruşacaq ki, dövr gələndə 4 kiçikdirmi I plus 1-dən, yəni 6-dan? Yenə də şərt ödəyəcək, 6-nı əlavə edəcək. Nəticə olaraq 2, 4, 6. Bu prinsiplə yığacaq. Gələcək B siyahısında nə vaxt atacaq? Else, əgər ki, bu şərt ödəməsə, yəni buna bərabər olan və ya bundan kiçik bir ədəd varsa ki, burada şərt ödəməyəcək bizdə, o halda nə etsin? Topladıqlarını əlavə eləsin B siyahısına. B.append əlavə eləyəcək nəyi? R-i. Və R-i də nə edəcəm? Əvvəlki vəziyyətinə qaytaracam. Yəni yazacam ki, R bərabərdir STR. Bu dəfə yazacam I plus 1. Niyə 1 yazıram? Yəni əvvəlki vəziyyətinə bu cür qaytarmıram. Çünki dövr harda dayanacaq? Bax burada. Soruşacaq ki, 10 özündən sonra gəlmiş 1-dən kiçikdirmi? Yox deyəcək, else gəlib bura 10-u yapışdırası deyil ki, hər dəfə üzərinə 10 gəlməyəcək ki, buradan başlayacaq da yeni bir dövrdən. Yəni 1-dən. Ona görə I plus 1-i əlavə edirəm. Yəni elə mənim sədrəm daha doğrusu. Bura qədər okey deyil hamıda. Polad. Bəli. Onu başa düşdüm müəllim. Məsəl üçün, orada 2, 4, 5 olsa yenə əlavə eləyəcək bəs. Necə əlavə eləyəcək? 2, 4, 5 olsa şərt ödəyir də. 4 kiçik olur 5-dən. Onda ardıcıllıq uyğun gəlmir axı. Bizə ardıcıl demir ki, artan deyir. Yəni aralarındakı fərqin aidiyyatı yoxdur. Yox, onu demir bizə. Artan deyir. Ədədi silsilə demir ki, artan. Mən indi özüm belə yazdım. İndi artan 2-2-dir. Bu nə bilim, ola bilər burada 9, burada nə bilim. Nümunədə də elə 2, 4, 6 kimi verir. Yox, elə deyil. Aralarındakı fərq. Yox, belədir yəni. Random. Bəli. Heç nə, bunu da mənimsətdik. Sonda da bizə nə lazımdır? Mən indi bir dənə print elə belə B siyahısına çap edirəm. Mən B-ləri nəyə atmış olacağam? 2, 4, 5, 8, 10-u, bir də 1, 9, 20, 25-i. İndi mən bunu bir dənə çalışdırım. 2, 4, 5, 8, 10-u verdi. Bunu niyə görə vermədi? Bir dənə fikirləşin. Bax, bunu niyə vermədi mənə? Görün, B-yə nə vaxt append eləyir. Bayaqki suala oxşuyur da bu eyni. Ən böyük hansı sonda o götür. Yox, bax, olmaz. B-yə nə vaxt append elədi bu? Else halında. Else nə deməkdir? Götürdüyüm ədəd özündən sonraki gəlmiş ədəd buna ya bərabər olsun ya da kiçik olsun. Burada da 25-i götürür, dövr dayanır.
Yəni normalda ln -1-ə kimi gəlir, 20-yə qədər gəlir. 20 kiçikdir 25-dən. Şərt ödəyir, bu eri toplayır və dövr dayanır. Else düşüb append eləmir. Ona görə mən nə edəcəm? Bunun üzərinə Başqa bir nəsə gələcək. nə gələcəm? 25-dən kiçik bir ədəd. 25 elə eləyim ki, bu şərt ödəməsin də. Bəli, hə. Aha. Nə simvol falan gələcək. Ya simvol. Əslində simvol yox, simvol olmaz çünki bu şərti pozacaq. Simvolda kiçiklik yoxdur. Hə, bunun üzərinə mən əlavə eləyəcəm. Gəl bunu buradan eləməyək, siyahıda problem yaranmasın. Aşağıda yazaq. A plus bərabərdir. Biz bilirik ki, siyahının üzərinə siyahı gələ bilirik. Biraz da atsam bu cür. Siyahının içərisində nə yazacağam? Bu şərti ödəməyən bir şərt. Ya bunun sonuncu elementinə bərabər olsun, ya da bundan kiçik olsun. Yəni yazacağam ki, A-nın mənfi birinci elementi, sonuncu elementin A-nın üzərinə gəl. Təkrar 25-ə gəl və şərt ödəməsin, keçib bu neynəsin, bura append eləsin. İndi bunu çalışdıraq. Gördünüz, verdik. Aydın oldu bura qədər. Bəli. Aha. Aydın deyil, Polad, Aysu, reaksiya verin. Mən bir tərəfə düşürəm. Sən başa düşürsən, Polad? Onun üzərə məndə də qırıldı. Siz niyə demirsiniz ki, harda? O sonda element əlavə elədiyi o hissəsi çatmadı. Bax. Mən bunu çalışdırıram burada. Bunu verir də mənə. Normal olaraq nəyə verməlidir? Bu da artandır da, bunu da verməlidir mənə. Çünki bütün artanların hamısını əlavə eləmişəm base siyahısına. Bunu nəyə görə vermir? Çünki mən o vaxt append eləyirəm ki, bu şərt ödəməyəndə, bax else halında. Mən elə eləməliyəm ki, bu şərt ödəməsin. Amma bu şərt ödədiyinə görə son olaraq bunu əlavə eləmir. Çünki mən len A-1 yazmışam. Dövr gələcək 20-yə qədər. Soruşacaq ki, bu 20 kiçikdirmi i plus 1-dən? Yəni 20 kiçikdirmi 25-dən? Şərt ödəyəcək, erin üzərinə 25-i gələcək və dövr dayanacaq. Dayanır, bax burada dövr. Len A-1-ə kimi gəlmişəm. Nəticə olaraq append eləmir də. Yəni ona görə bir dənə dəyişənli şey çıxarır orada. Bunu da əlavə eləməsi üçün mən elə etməliyəm ki, dövrün sonunda bu şərt ödəməsin, else desin və topladıqlarının hamısını base siyahısına append eləsin. Aydın oldu? Dəqiq. Bəli. Və ona görə də, yəni mən elə eləməliyəm ki, sonuncu dövr şərti ödəməsin və buna görə də həmin bu sətrin üzərinə, siyahının üzərinə mən yeni bir siyaha gəlirəm. Hansı siyaha gəlirəm? O siyaha gəlirəm ki, sonuncu element, əlavə elədiyim element bundan nəsə bir kombinasiyaya girsə əgər bu şərti ödəməsin. Yəni buna mən nə edeyim? Sonuncu elementini, A-nın sonuncu elementini əlavə eləsəm 25-i. Nəticə olaraq bu siyahı bir vaid artıb olacaq belə. Və bura gəlib çatanda dövr bura kimi gələcək. 25 kiçikdirmi 25-dən? Şərt ödəməyəcək. Nəticə olaraq da həmin bu 25 topladığında da base siyahısını əlavə eləmiş olur. Aydın oldu? İndi bax çalışdırsam bunu verir mənə. İndi nə edirik? Biz nəyi tapmalıdır? Ən uzun alt uzunluğu tapmalıyıq da orada. Bir də ki, biz fikir versək, çıxışda hər bir ədədin arasına nəyə qoyub orada? Boşluq qoyub. Ona görə mən erə əlavə eləyəndə bunun hər dəfə də üzərinə bir dənə nəyi boşluğu əlavə eləyəcəm. Və burada da erin üzərinə bir dənə boşluğu nə edəcəm? Saxlayacam burada. Çünki baxın, əlavə eləyəndə hamısı bir dəqiqə line neçədir? Line 7. Bərabər nədir burada? Plus. Baxın, gördünüz hamısına aranı atdı ki, çıxış dəyəri də arasında ara var. Ona görə bu araları qoydum. Hər dövrdə 2-ni əlavə eləsin, ara atsın. 4-ə əlavə eləsin, bir dənə də plus qoysun, boşluğu qoysun. Bu prinsiplə. İndi nə qaldı? Ən uzunu tapmaq. Ən uzunu nə edirəm? Siyahıda içində bir-bir gəzəcəm də mən. For i in b yazacağam. Maksimum tapmağa görə də biz demişik ki, max götürürəm. Max bərabərdir 0. İlk sual verəcəm ki, götürdüyüm i-nin uzunluğu len i böyükdürmü maxdan? Bu halda maxı bərabər eləyəcəksən nəyə? Len i-nin uzunluğuna. Bu cür. Və bir dənə də copy dəyişəni götürəcəksən buradan. Həmin ədədi mənimsət. Copy bərabərdir. Heç verməyə ehtiyac yoxdur. Bunu maxi eləyən anda da kopya da mənimsətsin.
həmin bu i-nin özünü. Sonda da print copy deyim. Kimə nə aydın deyil desin. Aydındır mənim. Aydındır Polad. Yani, Aysu, sən də ki, əgər yəni heç nə başa düşməmisənsə, bunu YouTube-a yerləşdirəcəm, baxarsan oradan izahına. Başa düşməsən, sabah da qoşulacaqsan da dərsə. Orada deyərsən. Şimdi bunu bir dənə çalışdıraq. 2, 4, 5, 8, 10. Ki bizə də o lazım idi. Burada demək başqa nə qaldı? Başqa o qaldı ki, heç nə. Bu tam bağlıq koddur. Bir dənə də biz bir şey deyim ki, bunu yazmağa, bunu bir dənə şəklini çəkin. Burada PDF-də neçinci sualdır? 3-cü sual. Çəkin bir dənə bunu. Seçdim. Burada indi bir şey deyim ki, çox istifadə eləməyin, belə uzun kodda istifadə eləyin. Verilmiş siyahıda ən uzun, belə deyim də, sətri tapmaq istəyirəmsə, ki biz bunun üçün for yazdım da. Buna qısa olaraq bu cür yaza bilərəm. Print yazıram. Burada maksimum lazımdırsa maksı qeyd edib mötərizə açıram ki, hansı siyahıda lazımdırsa o siyahını yazıb bir dənə vergül atıb keylin yazıram. Açar sözünü verirəm və onun uzunluğunu götürürəm. Yazılış qaydası bu cürdür. Bu hər bir uzunluğun base siyahısındakı hər bir demək ki, sətrin uzunluğunun maksimumunu tapır. Yəni maksimum sözü qaytarır, sətrə qaytarır. 2, 4, 5, 8, 10. Minimumda istəyəndə maksı eləyəcəm minimum. Bunu nə vaxt yazın? Belə uzun kodlarda yazın. Aydın oldu? Bəli. Buradakı plus da yaddan çıxmasın. Çünki eri qaytaranda əvvəlki dəyərinə qaytarmalıdır. Belə. Gələn həftə bu kodun izahını soruşacağam sizdən.